Yanvarın 21-i də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Qarabağ, Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya Eintracht Frankfurt komandası ilə qarşılaşacaq. Bu maç Azərbaycan çempionu üçün yalnız xal qazanmaq baxımından deyil, həm də Avropada nüfuzunu qorumaq baxımından həyati əhəmiyyət daşıyır. Amma Qarabağın baş məşqçisi Qurban Qurbanov üçün vəziyyət asan deyil. Klubun rəsmi açıqlamasına görə komandası bu oyunda iki əsas futbolçusundan məhrum olacaq. Şahruddin Məhəmmədəliyev zədədən tam bərpa olunmadığı üçün qapıda yer ala bilməyəcək. Kadi, noyabrın 19-da Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıldığı üçün meydana çıxa bilməyəcək. Bu itkilər komandanın taktikasına ciddi təsir edə bilər və azərkeşləri həyəcanlandırır. Qarabağ zədəlilər olmadan Almaniya qarşısında necə çıxış edəcək? Qurban Qurbanov bu çətin vəziyyətdən uğurla çıxa biləcəkmi? Maç detalları, tarix 21 yanvar, saat 21:45. Yer, Tofiq Bəhramov adına Respublika stadionu. Bu qarşılaşma həm Qarabağın, həm də Azərbaycan futbolu üçün çox önəmlidir. Hər dəqiqəsi azərkeşlər üçün böyük həyəcan və gözləmə ilə dolu olacaq. Sizcə Qarabağ zədəlilər olmadan Eintracht qarşısında qalib gələ biləcəkmi? Fikrinizi şərhlərdə bölüşün və kanalımıza abunə olun ki, bütün son xəbərləri ilk siz öyrənəsiniz.